Çox qəribədir. Bəzən bir dəqiqə bir insan ömrü qədər uzun olur. Bir qədər əvvəlki o sükutda hər kəs öz yaddaşı ilə baş-başa qaldı. Kimsə bir ata səsini xatırladı, kimsə yarımçıq qalan bir övlad ömrünü. Kimsə vətənə pay etdiyi qismətini, sevgisini, kimisi isə ümumiyyətlə deyilə bilməyəcək sözləri. Amma bu sükut yalnız itkilərin sükutu deyil. Bu sükut uca zirvələrdə dalğalanan o əzəmətli bayrağın qürurudur. Bu sükut şəhid analarının göz yaşlarında gizlənən sonsuz bir gücdür. Bu sükut bir xalqın vətən sağ olsun deyə biləcək qədər böyük ürəyidir. Bugün biz burada təkcə xatırlamırıq. Bugün biz əslində davam edirik. Onların yarımçıq qalan arzularını, onların başladığı o mübarək zəfər addımlarını